Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar Sleepy uşaq bezləri, New Holland traktorları, BYD Motors Baku, SAP, halallıqla ət və süt məhsulları, Green Home Construction, Bizim Ev Möbel şəhəri, 1-2 Döner Shop. Şirin Tito mu? İyi onu ye. Tamam. Gördünüz dedim size içimizde en güçlü şirindi. Olmaz. Oba, bu da tempionun mükafatı. Buyurun kanka. Ben böyle yiyeceğim. Ye. Şirin qaqaş, sən bu Van Damın qolunu da yıxa bilərsən. Atam Van'dan birincisi qıraq adamdır, özümüz şidi qudamızdır. Bəli. İkincisi ki Van'dan belə zəif oğlan deyil ha. Harı? Onun bir səndə razıvarodu bir nömrədir də dünyada. Belə ki atam mən çox oğlanların qolunu yıxmışım. Başa düşdün. Başa bundan sonra mənədə şef mənəm, birinciyəm. Bəli. Dağılışın. Getdilər. Ne? Davay ala. Normal git ha. Normal. Hesap etme bak. Mənən qolu gücünü. Ama lezzetli yıktın ha kanka. Aklına yakın bir yana. Amanım ne normal gördün ha. Nə tərsiz ha? Ömür boyu balansı sıfıra yaxınlaşan səfirlər. Atam, mənim balansa ehtiyacım yoxdur. Çünki mən çox apasın adamam. Kiməsə zəng eləyəndə qorxusundan telefonu götürmür. Beləlikə lazım olanda mama telefondan yığıram. Bir dəqiqə. Bu vəziyyət mənə tanış gəlir. İndi bax dava düşəcək. Şirin vilkasını çıxardacaq. Sən də gəlib oturacaqsan maşına, maşından gəlib üstümüzdən keçəcəksən. Biraz aslan geçersen. Maşının altın yere değer. Trambolin kimi olanlar ha biz. Uzun sözün qısası. Dalaşmayın. Mənə dalaşmaq olmaz, həkim icazə vermir. 12 barmaq bağırsağımda problem var. Yenə nə problemdir qaqaşım? Elə bir ki, o günləri səhər-səhər duranda barmağın biri kravatın tininə değdi. Yox, biz dalaşmağa gəlməmişik. Əksinə, belə pis çıxsa da Şirinə işim düşür. Anne bu normaldir. Şirin oturduğu yerde iş düşüp. Sənin mənə işivin düşməyi məni təəccübləndirmədi. Başa düşdün? Hamı mənə işi düşür. İdarələrdən zəng edirlər mənə ki, Şirin müəllim narahat edirik. Filankəsin məhkumluq haqqında arayış verməliyik. Sən onu ilişdirməmisən? Məndən soruşurlar ha, başa düşdün? Çünki mən apasın adamam, bildin? Elə sən apasın adam olduğun üçün sənin yanıma gəlmişəm də qaqaşım. Mənə bir dənə söhbət var. Gəl sonra mənim adımdan həll eləyirsən. Nə qədər pul istəyirsənsə belə pis çıxmasın, kartımı göndərsən, 30 dururam kartı var. Ha, o söhbətdə sən varsansa, deməli o nüpraf söhbətdir. Mən sənə görə tükümü də tərif edmərəm. Həri, deməli mənim söhbətimə vid vermirsən də sən, ha? Hə. Gördünüz ha? Yaxşı. Bugün sabah var ha. Sən saydığımıza gör fərman nə sayır. Ala gedirək nə qədər istəyən saygınə. Davay ala. Mənə işi düşüb. Belə olar da ala. Eşidirsiniz? Mən geyirəm evə. Get. Mama qızılca tutub. Vay. Gedim hə yanında olam, kömək edeyim, ona baxma, arvad da. Qıraq adam dördü atam. Hadi, Alam mama, da. Allah kimi olsun. Allah kimi olsun. Gedirəm, mən zəhərləşərim. Kenan, nəsə eləyib, bu yun zorab əlinə keçirib qartop oynayan Şirin haqqında bir şey keçmək lazımdır. Ferman Bey, elə bir şey tapmalıyıq ki, Şirin gilimizə işi düşsün. O nəsəni deyirəm də elə, o nəsəni tapmaq lazımdır da. Mən də bilirəm də onu ki, Elon Musk kimi qazanmaq üçün nəsə eləmək lazımdır. Nəsə icad eləmək lazımdır ki, Bill Gates kimi var olasan. Amma nə? Soundride-da bu qədər maşınlarınız var. Bəs eləmirsiniz ha? Bəs eləyir, söhbət dünya çapında var olmaqdan gedir. Mənim xalam oğlu yenicə işdən çıxıb. Ona bir iş tapa bilərik Soundride-da. Amma maşınlarından birini bir sürsün də, pravası var. Siz onda bir dənə WhatsApp-da səs kimi qeyd edin, ona göndərək. Baş, bir ver. Deməli, pravam varsa, nağd ayda 1000 manat gəlirim var Soundride-da. Bütün xərcləri də şirkətin özü qarşılayır. Çakçukun da öz yerindədir. Oldu? Oldu. Ha. Gördün?
Mən sən xanın oğlu və iş tapdım, sən mənə bir dənə plan tapmadın. Ay Mətiş, mənim səndən işim düşüb. Mən bir jurna kliyentim var, onun uşağına baxırdım da. Bugün də təcili işim çıxdı. Mənim əvəzimə uşağa sən baxa bilərsən. 200 manat pul verəcəklər ha sənə. Ay qız, 200 manata atası gəlsin, lap atasına da baxaram. Sən narahat olma, qoy gətirsinlər. Salma cavab ver görüm. Bu günün günorta çağı sənin nə işin çıxıb, hə? De görüm. Bəsdir. De görüm. Afirissin ha. Mama! Bu bitdi uşağa bax Allah. Sən cəmaatın uşağına qızılsa keçirtmək istəyirsən? Alayı bu deyə belə şeylər eləməyib. Sən mənə baxmayı, mən qızılsanı Rusiyada Rusca keçirtmişəm. Az yaxşı sağ ol, evimin dirəyi gəldi. Şirin, uşağa mən baxmayacağam. Uşağa sən baxacaqsan. Mən çıxıb gedəcəm. Mən baxacağam. Bir dənə söz soruşum səndən. Bu uşaq hara uşağıdır? Bir sən öz soruşuram. Baxmada gedib orada burada deyər ki, Vilka Şirin mənimlə bezimi dəyişib, mənə yemək verib. Yaxşı deyir də. Özü deyirəm, bu təzə söhbətdir. Kiməsə uşaq versən ki, gələ bax. Deyirəm, sən mənim birdən ikidən kiməsə verməmisən, mənə baxsınlar. O qədər. Sən elə onun bunun qucağında böyümüsən də. Bir dəfə gecə qəflinə işim çıxdı. Sənin yatdığın yerdə aparıb getdim, xalangilə qoydum. Xalanın da işi çıxıb, aparıb qoyub o biri xalangilə. O biri xalanın da işi çıxıb, aparıb qoyub padruqaskilə. Axır səni rayondan gətirmişik. Nə isə Şirin. Geyinirsən mənim paltarımı, uşağı atası gətirəndə qabağına sən çıxacaqsan. Ay mama, sənin paltarını ayıb deyə belə şey olar. Qapıya sənin paltarında çıxacaq. Sonra qonşular görüb deməyəcək ki, evin kişisi arvad paltarında. Səndən qabaq bu evin kişisi atan olub. Atan da həmişə gecələr marketə gedəndə mənim naşnoyla gedib gəlib də. Uzatma. 200 manatın 100-ü sənindir, sənə verəcəm. Mən də çıxıb gedəcəm Oqtaygilə. Gəlinim Reyhan baxacaq mənə. Bu telefonu verirəm sənə, səndə qalsın. Yadında saxla. Kişi hər an, hər dəqiqə görüntülü yığa bilər. Ona görə də mənim paltarım əynimdən çıxmasın. Eşitdin? Mən artıq özümü yaxşı hiss eləmirəm. Başım fırlanır, gözüm də qaralır. Mən çıxıb gedirəm yavaş-yavaş. Ay yox, mama gələcəksən, qızılsa Reyhana keçərik. Keçə bilməz mama. Sən də mən də papada qızılçı olmuşuq da. Narahat olma, Mətiş xalaya özüm baxacağam. Nə olar? Papa qızılça keçirməyib ki, onda gərək evə gəlməsin. O Mətiş bizə gəlib gedəndən sonra mən 5 dəfə evi silib təmizləyirəm. Axırıncı dəfə çıxıb getdi. Dezinfeksiya şirkətindən adam çağırdım, təmizlətdirdim. O dezinfeksiya şirkətində adamlara gedəndən sonra mən qara gün evi bir kuruqda sildim. Nə olar? Gəlməsinlər də. Sən də ölürsən öz vəziyyət vermək üçün. Lap tutaq ki, dedim ki, gəlmə. Bir bəhanə tapıb gələcək də. Onda düz deyirsən. Özdə fikir vermisən. Bizim evin yanında nə market var, nə aptek var, nə astanovka var. Bahanə eləyirək bizə gəlmək üçün. Neyniyik? Yaxşı gəlsin də. Amma özün baxarsan. Çox sağ ol mama. Sən neynirsən? Bunları niyə silirsən? Olsa zibilə atacaq da. Deməzlər ki, Mirvarinin evindən çıxan qavqacağın ləkəsinə bax. Tənha qadın, adı susma danış. Tənha qadın, susma danış. Tənha qadın, susma danış. Qadınlar, qadınlar, tənha qadınlar. Ala yüngül eləmə la, biraz şirin olsun. Deyirəm ala, navigator qabağda təhlükə var deyəndə mənə nəzərdə tutur deyir. Amma mənim düşdüyüm günə bax ala. Yox desəm yaraşmır, yaraşır axı. Yaxşıdır. Bu nədən? Oca məni siqnalla çağırırlar. Ala yox, ala mamanı siqnalla çağırırlar, ala. Deyən ala şarlarım qaldı. Nə olub ala siqnal versən, hə? Sən mamanın dalcı gəndə benim siqnal versən belə. Çaşmışsan, başını yedim səni. Başa düşmədim. Yəni, oğlum olsaydı səndən belə danışardı. Sən bundan sonra uşağı gətirəndə belə siqnal vermə, ayıbdır. Adama söz çıxardarsan, qonşular baxır. Ver uşağı, ver, ver. Biraz tez ol. Can, ay öyle. Hadi get də. Canım mənim. Oqtay, sən əminsən ki, ofisə yekə servant alsan, Mirvari xala gəlib o gizlin qapını görməyəcək? Ay Fərman, mən ehtiyatını tutan adamam. O misal var ya, eşitmirsən, bitə görə yorğanı yandırmaq. Mən bitə görə yorğan nədir? Evi yandıraram, ta ki Mirvari bilməsin. Sən qızlarla özünü yandırma, qalan nə yandırırsan, yandır Oqtay. Yaxşı, sən mən də görüm, bu bizim ev mebli şəhərcini sən hardan tanırsan, Bizim ev mebli şəhərcini tanımayan var ki, böyle hər şey buradadır da.
Bunlarda divan da olur, Fərman. Elə divan burada yox, deyilmi? Burada yoxdur, deyilmi? İstədiyin stildə, istədiyin ölçüdə, istədiyin rəngdə. Gir Lüboysuna, deyən ki, mənə belə bir cürə rəngdə divan lazımdır. Mən nə vaxt ofisə bir cürə rəngdə divan axtarıram. Burada var o. Hayır, burada da. Hadi ki göstər də bəs onu da. Olmadı ki sən ki, ay Fərman. Burada da olmasa o birisində olacaq da. Şərbət. Ay şərbət. Reyhan, Şərbət. bunun vəziyyəti pisləşir, sayıqlayır. Bəlkə mən bunu üzünə dezinfeksiya eləyim, üzündəki ləkələri aparım? Yoxşı. Şərbət. Ay şərbət. Şərbət. Görürsən mama, Mətiş xala şərbət həmin necə sevir. Hələ indiyə kimi adını sayıqlayır. Şərbət. Ay şərbət, şərbət. Səni görüm qardaş bacın qırılsın. Adına kredit götürməyə adam tapmayasan ha şərbət. Səni görüm tabutunu 4 nəfər çiynində daşısın. Bu moment protivdən bir dənə pirus gəlsin, girsin sənin cənazənə. Sonra da səni pirusun ölüxanasından tapıb gətirsinlər. Dəhşət sevirmiş ha. Bir dəfə kafedə işləyəndə kabinetdə oturan tır şoferləri küftə zakaz eləmişdilər. Mən də olan küftələrini gətirib qoydum qabaqlarına. Onlardan biri durdu ayağa, tutdu qolumdan. O biri də durdu ayağa, qapını bağladı. Bağlayan kimi dedim ki, qardaş, sür 28-ə. Çatdım 28-ə, evdəkilər dedi, evdə qalmısan, ərə getməlisən. Elçi gəldi, qapını açdım, dedim, girin içəri. Mən kəlləlik qaldıracağam. Elə kəlləliyi qaldırdım, qapıcı qaytardı. Dedim, ay itin balası, ay küçüğün balası, sən ki qaytaracaqdınsa, bu zəhrimarı niyə içirdin? Vatanaşdı. Halelul. Cit. Hop. Cit cit cit. Baby shark tut 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 tut. Baby shark dirit dirit dit. Halelul. Baby shark tut tut tut. Mirvari xana, bir də mamaya verə bilərsən telefonu. Mama, uşaq ağlayır, mən musun neyiniyim? Yemək? Cit cit cit. Yi. Gələ, gələ. Bax, yeməsə özüm yiyəcəm ha. Bax, axı zəfə deyirəm, yiysən? Cit. Baby shark dürüt dürüt. Bax, yığıram ha. Deyəcəm, yemək də yemirsən. Ya. Mama, bu yemək də yemir. Mən neyiniyim Mulçun? Bezdirdiniz sizi. Neyiniyim? Bezini dəyişim. Mama, mən birdən 2-dən bez dəyişmişəm. Hadi yancı onu da ağlamağı. Yaxşı, davay, davay. Alo, hə İzzət qardaş necəsən? Yox, nə narahat, xoşdur. Uşaq yaxşıdır, hə. Səsi gəlib, yüngülər, nəsə narahat indi bezini dəyişəcəm, ağlamağı dayanacaq. Mahlavı da qulaq asıram. Dayanı başqa İzzət. Alo, hə, yox, ikimizik. Yoldaşımdır Şərifət, hə. Söz soruşur. Sağ olun, var olun. Oldu. Ay bu İzzət qardaş çox hala yeri getdi ala da. İndi bezimi dəyişəcəyəm. Ha, yaxşı baxmıram, yaxşı. Nə içmirsən sən? Baxmıram. Ala yandı ki bu. Əla. Nə yaxşı bu sakitləşdi ala. Deyirəm, bəlkə Balalıya zəng eləyim. Kömək eləsin mənə, deyən. Hala özü yığdı ki. Balalı, atan meynisən, haradasan? Gör nə deyirəm, faxı ilə xosunu gətirə bilərsən bizə? Hala uşaqla söhbətim düşür. Davay, gəlin. Kimdir adam o zəng eləyir? Alo? Səhər uşağın dövrəsində yığmışdım. 50 manat da pul verirəm. Ay qardaş, nə uşaq, nə 50 manat, siz nə danışırsınız? Mətiş deyil danışan. Atam uşağa baxmaq üçün zəng eləmişdiniz? Hə, bizim balaca yaman ağlayır. Ha, ağlayırım amma baxır da bu... Bu nədir la? Allah 50 manat uşağa bax Allah. Siz kimsiniz ala? Uşağa görə gəlmişik. Allah nə uşağı ala, nə danışsan ala sən?
məndən qaça biləcəksiniz, hə? Mənim uşağım nə olub? Salamatçılıqdır. Bu nə vitvasonda o? Məni apa. Ona mənim uşağım nə oldu? Bu yəqin içib məndən evə aparmağımı istəyirdi. Prosta bu nə vitvasonda ola? Bu vitlə niyə içəsən ki? Belə də ki, mənim nəyimə lazım. Deyirəm bəlkə həkim çağıraq. Qorxuram, Həkim zad lazım deyil çağırmaq. Qızılçı həkim çağırırlar. Bir dəfə də kafedə dizlərimi atmışam yerə pol silirəm. Mama yenə başladı. Dəymə. Qoy silsin. Heç olmasa sayıqlayanda təmizkar olur. Polu sildim, sonra əskini saldım vedrəyə, çıxartdım. Sıxdım. Gördüm 3 dənə tuz. Dedim 20 qaldı. Qabağımdakı hirslənib qışqırdı ki, pas. Pası verdim Zubirə. Zubir qaçdı. Zubiri saxlamaq olar. Zubir nətər qaçır. Nətər qaçır? Mır! Hav! Ay Şirin. Oba. Mətiş xalam bunu başladım ben ha. Diyorum. Ha. Ona Mətiş xalam nə oldu? Heç nə əl vurma. Əl izləri qala bilər. Mən bilirəm bu hadisə necə baş verib. Mətiş xala TikTok'da canlıya girmişdi. Özü də oturmuşdu burada. Canlıda kimsə ona söz verib ki, sən mahnı oxusun, sənə şir atacaq. Mətiş xala da başladı böyle oxumağa. Zəngilə, sən Mətişə zəngilə, o qara qıza zəngilə. Adam da ki, söz verib şiri atmayıb. Mətiş xalanın da beyni çönüb, dünyada nə təhqir varsa hamısını yağdırıb ona. Hamısını deyib. Adam da eləmə tənbəllik, durub gəlib bura. Mətiş xalanı vurmaq istəyir. Mətiş xala da itəliyir onu, gedir televizoru götürüb onun başına çırpmaq istəyir. O da duz qapının stolun üstündən götürüb, çırpıb Mətiş xalanın başına. Duzla bir yerdə Mətiş xala tökülürlər yerə. Dava düşməsin deyə qız da gedib götürüb stolun üstündən qəndi, qoyub duzun üstünə. Sonra da qaçmaq istəyib. Xaldenkdən qaçmaq istəyib. Ay, Xaldenk da hara qaçacaq? Şkafdan qaçmaq istəyib. Ya, şkafda da yeri yoxdur. Ondan qaçıb. Bildim. O qapıdan qaçıb. Oy gitsən sən. Hala kömək eləyim, Mətiş xalanı qaldıra. Mətiş xala. Ay Mətiş xala. Mətiş xala. Ay nə axırdı Mətiş xala. Gəl. Dur. Yavaş. Dur ay Mətiş xala. Mətiş xala. Hala Şirindir ki bu. Ay Şirin. Nə olub sənə? Şirin. Ha Şirin. Ay Şirin. Bu ne dala? Ne oldu bana mənə? Ala mən hardayam? Ala bu ne dala? Kimsə məni vurub məni. Ala sən əlimə nə olub ala? Ala sən vurmuşsan məni. Hala dəlisən, sənə meyxana deyəndə olub. Mən bilmirsən, təbim gəldi, çıxıram özümdən. Oyun bir də belə elədim, getdi deydi kalonkaya. Toy yancı qoydun? Hala yox, zədələndi. Pərviz Bülbülə ilə zama elədim. Biz eyni kırayda oynayırıq axı. Ala bu nə danışır? Ala bu futbol uzatdı bu. Hala futbol da öyle, bunun da öz taktikaları var da. Görmürsən, qardaşım hər oyun bir də qol vurur. Uşaq! Nə uşaq? Ala uşaq! Vay evim yıxıldı. Uşaq nədir? Ala uşaq! Hani uşaq? Uşağın olur? Ala gic danışma. Ala zəng! Səsinizi çıxarmıyor. Birimiz səsinizi çıxarsınız ha. Nakazet edəcəm sizi. Balalı, sən adəti yoxdur. Fəxri, sənin də adəti yoxdur. Mən də adətim. Ala deyən ala,
Alo, bəli. Ödəy yanımda hə. Yatızdırdım hələ indi yat. Mənim evim yıxıldı. Şirinin evi... Ala deyə, ala mənə gizləyirəm, ala evim yıxıldı. Ala uşağın atasıdır. Uşağı uğrayıblar, bu da bura gəlir. Ala gəlir, bura öldüm. Şirin qanun getdi. Öldün ay Şirin. Qanun getdi ay Şirin. Atası, uşağın atası. Pisən, halım pisdir. Balali evim yıxılır, Balali mənə kömək elə. Balali axıb gedirəm. Su verin, su tökün üstümə. Ala bu nə dalı? Ürəyim partlayır, bu nə dalı? Gəlir, atası gəlir. Atası məni yoxducaq, Balali. Ay Balali. Balali. Hadi ye keçsən, qutar da. Hər söhbətə görə gizlənmək olar. Oqtay əmi, indi bir işdə başıma gəldi. Mənə kömək elə gizlən də. Nə deyirəm, gizlən də. Bax, mənim qıraqda 3-4 dənə New Holland traktorum var. Bu da qəşəng özü üçün işləyir. İstəyirsənsə, bu da onlardan biri. Gir bunun içində otur özün üçün. Hərdən bir də biraz elə qabağa dala ver. Qıraqdan baxan elə bilsin ki, fermersən. Olsun qoy mən 300-400 manat günümə itirim. Təki sənə rahat olsun. Ayda, sağ ol Oqtay əmi. Deməli, təkcə sənin o qıraqda saxladıqların yox imiş. Həm də qıraqda traktorun zadın var imiş. Sən o qıraqdakı ilə bu qıraqdakını bir tutma. O qıraqdakılara görə mənim çox peşman olduğum olub. Amma New Hollanda görə qəti heç vaxt peşman olmamışam. 40% dövlət güzəşti ilə ilkin ödəməsini verdim, götürdüm. Lizinqlə də 60 aya ödədim, kreditini qutardım. Hamısı qaldı mənə. İndi gecə gündüz işləyib hamısı mənə pul qazandırır. İndi verən söhbətdir ya Oqtay əmi. Onda sən get, amma heç kimə bildirmədən mən buradayım Oqtay əmi. Bir dənə mən də oturum burada görüm, ağlıma nəsə başqa bir dənə planla zaddan gəlirsə. Rahat olma. Soyuq olmaz ki. Nə danışırsan ha sən Fərman? Ay New Holland. Yüksək səviyyəli texnikadır ya. Bunun həm kondisioneri var, həm peçi var. Yayda sərindir, qışda isti. Əsl qaynata evi kimi giradır ha. Onlar yatka verən söhbətdir də. Mənim işim çoxdur, o zaman da girib yanında oturalım, söhbətləşərdik. Oqtay buradayım, amma yerimi bilməsinlər də Oqtay əmi. Ada, bir dənə küftələr hazırlayırdım. Birini yiyən, birini də istəyirdi. Ada, o sürət idi, millət idi. Özüm sən hansı mahnı oxuyurdun? Zəng elə. Sən bu qara qıza zəng elə. Zəng elə. Qara qıza zəng elə. Zəng elə. Bu Mətişə zəng elə. Ha, Mətiş. Uşağını. Hə? Uşaq deyil orada. Harada? Mama uşaq, məsələn mənə, hə? Hanı uşaq? Mən çıxanla normal danış, hə? Ala düz zirdən mama ilə normal danış. Nə? Mama? Ha? Neyləmsən mənim uşağıma? Sən səni bir sən neyniyərəm? Sən başıma bir oyun açacağım ki, səni heç kim mənim əlimdən ala bilməyəcək. Başa düşdün? Bilirsən neyniyərəm səni? Ala neyniyəcəksən, nə? Ha? Neyniyəcəksən? Ha, mən? Mən heç nə. Mənim qaynatam hamımızı öldürəcək. Ha, bu gün səhər gəzmə adı ilə uşağı götürüb evdən çıxdım, bir dənə işim var idi. Gətirdim, rahat olmaq üçün verdim baxıcıya ki, işim var idi da, görüşüm var idi. Dincəlməyə gedirdim. Mənim də qaynatam herhalde dünyanın ən böyük mafiyalarından biridir. Kömək eləyin də mən ola qurban olum. Xahiş edirəm, kömək eləyin mənə. Qardaş, mən kinolarda görmüşəm ki, uşağı oğrayanda əvəzində nəsə istəyirlər, səndən nəsə istəyirlər. Ha, yox, mənim qaynatamın adamları başqa bir mafiya başçısının atasından qalma Nikolayın cip zadını oğrayıblar. İndi onlar da uşağı oğrayıblar ki, biz sadı qaytaraq. İndi qaynatam bilsə ki, uşağı oğrayıblar, mənim də qanım getdi, elə sizin də qanınız getdi. Dayanın bir dənə. Mənim bir dənə planım var. Bir dənə oturun aşağı. Oturun. Deməli bir gün bir dənə ilan gəlir evə ki, ana, mənim o Kliçatovu qabığım hardadır? Anası da deyir, abalam, mən nə bilim hardadır? Neynirsən Kliçatovu qabığı? Deyir, ay Koramalın toyuna gedəcəm, onu istəyirəm. Ana deyir, abalam, harda değişmişsən qabığı? Yəqin orada olar da, bezmişəm bir daha sənin ortalıqdan qabıqlarını yığmağa. Şimdi yenə də anadır da. Hədə. Ürəyi dözmür, dəridən qabıqdan çıxar. O uşağı böyüdüb. Yenə axtarmağa. Tapmır. Anası da deyir ki, ana da anakonda. Deyir, ada, bu nə da? Gəlirsən, tez-tez qabığımı değişirsən, ha? Bu da deyir, ay ana, gələk də arada qabığımızı değişək də. Olur da. Valla deyəni sən bu ilə nə demək istəyirsən, Qabıq belə gəldi, ilan belə getdi. Tutmadı söhbəti yenə.
Sən də tutmadın. Ay, yəni deməyim odur ki, biz saatı uğramalıyıq. Aparıb sonra o uşaqla dəyişməliyik. Bizim başqa problemimiz də var. Atam sən də deyəsən bütün problemlərimi burada həll eləmək istəyirsən. Nə olur? Nə problemdir? Deməli bu gün saat 5-də o saatı başqa bir adama satacaqlar. İndi bu gün saat 5-ə qədər biz moment eləyib o saatı götürə bildik, götürdük. Götürə bilməsək, bizim özümüzü aradan götürəcəklər. Nə var ha bu həll eləməyə? Oturun maşına. Gedirik görüş olan yerə. Saxlayırıq maşını. Silahları çıxardırıq. Ala pa, pur, daş, duş, dış, daş, duş. Başdan itirirlər, saatı götürürük. Təzdən otururuq maşına. Saatı veririk, uşağı götürürük. Vəssalam, məsələ həll oldu. Dağılışın. Bir dəqiqə deyən, bəs bunu necə eləyəcəyik? Hala hədə saatı verdik, uşağı götürdük. Bəs oradan necə qaçacağıq? Bax, orasına sən qarışma. Sən də o görüş yerini öyrən, bizə deyirsən, ondan sonra özün otur gözlə. Həll eləyək. Oldu. Ağaç, nə yazmısan? Sən də o USB-si fərqli rəng olan şirin kimi necə gizlənirsən? Yox, Fərman müəllim, bu qovum deyə atsan kimi borc istəyir, 5 manat verir, 3 manat qartar, bezdirir beymən. İşləmi? Yox, Fərman müəllim, qabiliyyətli qanacaqlı, bir soğuk boyu, əntiqə oğlandı, gəl ki, iş yoxdur da. Peki onu Sandrayda düzəldək, sürücü kimi işləsin də. Maşın sürə bilir, borcdan xərcdən canı qutarar da. Səndə necə oldu? Sən düzəldin, hər şey oturduğu yerində, qaydasında. Rahatlaşdım. Bir də götür. Alo, yo, Rıcəli, pul yoxdur, iş tapmışam sənin üçün. Qaqaş, götür sənədləri, gəl Sandrayda. Deməli belə, ayda 1000 manat gəlir minimum cibündə, çaxçıqında minalal xoşun öz yerində. Altında yağın içində qəttəzi elektrikli maşın, şirkət özü də tüm raskotları ödəyir. İndi konum atıram, sən gəl ora. Davay. Fərman müəllim, Allah sizə can sağlığı versin, böylədən qayıdışdı. Ümumiyyətlə, mənim başımın üstünə əsgərmə. Sözü mənim üstünə qədər yaxşılıq elədiniz, nə qədər kömək elədiniz. Bir ailə çörəyə qazandılar, Fərman müəllim. Mən eləmədim, Sandrayda elədim. Allah kürsün də sana sağ eləsin. Sağ olun. Baş sponsor Soundtrack. Hoş geldin. Biz sən hansı oyunu yükləmişəm telefonuma? O vaxt uşaqlıqda ilan oynayırdıq, ilan. Oyunu 10 dəfə bağlamışam, qaqa. Uşaqlarsan oynayırsan. Ana bildim, mən bu oyunu həmişə rəngsiz telefonda oynayırdım da. İndi rəngli yükləmişəm, sən marağımda var. Bir daha bizon ver desin, bizon ver. Halal deyib, oğlan bilir də, bu adam bilir ki, Limoy adamın sevimli iskisi bizondur, qaqa. Halaldır. Hoşuma gəldi. Amma sən səndən sonra qabın verərsən, ana, qabın verərsən. Qabın neysə, ala? Bu uşaq vaxtı bu ilanı gördüm yazmış ki, o şey demirdi belə, yepərən kimi fırladırdıq, nə deyirlər ona? Yepərən, ala yepərən də o çərfərəng deyil. Ana yox, çərfərəng nədir ki, karnısın belə, karnısın deyildi. Ala küləyi tutub belə fırlanmır dəmirlər. Ala pər. Pər. Küləyi də belə fırlanır. Ondan fırladacam qaqa. Ondan zəhcəksən? Ləzzət edin. İçin verəm. Baş sponsor Bizon. Şirin, biz nə vaxt qovuşacağıq? Almalısan da axır əvvəl onu. Seriozum bilirəm, mən də istəyəm səninlə qovuşum da. Papa səni mənə vermir də. Neyniyim? Tüm günün New Holland traktoruna baxırsan, al da onu. Seriozum, elə deyirsən ki, alandan sonra da papa səni mənə verməyəcək. Bilirəm də, yalandan deyir ki, traktor olmana mən qızı vermirəm. Bilirəm də mən onu da. Yalandan demir Şirin, verəcək. Sadəcə papa bizim gələcəyimizi düşünür. Bilir ki, New Holland traktorunu alan gələcəkdə yaxşı pul qazanacaq. Bildim, seriozum, aylıq yaxşı pul qazanacam. Yoxsa mən necə alım? Mən o qədər pulum yoxdur axı. Ay Şirin, narahat olma. New Holland traktorunu faizsiz leasingla verirlər. Aylığını verməyi də özünə dərd eləmə. Öz pulunu çıxardacaq. Doğrudan seriozum. Nə bilim, beni görüm bilərdi bir Xüsusi sponsor New Holland traktorları. Neymişsə? İzləyirsiniz o bu tuqan qapağını dişini alsan Şirini? İzləyirik Fərman müəllim. Hər gün Şirin Reyhan bacı ilə gəlirlər Büvadi satış mərkəzinə. Orada da Büvadi Siyal 06. Gəlirlər Diyanla bunun qabağında baxırlar nə söhbət edirlər. Büvadi Siyal 06. Bundan da bu plug-in hibrit olan. Bu 100 səncə nə qədər işlətsə yaxşı? Nə? 200 litr. Şirin bu maşından götürür. Şirinlə bacı danışanda bacı Şirinə qayıtdı ki, Şirin, mənim xoşuma gələn maşın, xəyalımda olan maşın elə Büvadi Siyal 06-ymış ki. Allah belə də dedi. O yerinə elə dedi. Deməli belə, mən BYD Sil 06 ilə Reyhanın dalınca düşsəm, onu cəlb edəcəm qaqaşım. Budur söhbət. Hər şeyi bildim. Canan, sən nə edirsən? Fərman bəy, mən bayaq BYD satış mərkəzində olanda, eşitəndə ki, Reyhan xanımın ən sevdiyi maşın budur, gedirdim PlayStation. Dedim, Allah PlayStation-a nə işin var sənin? Get, gör dost danışda kimdə BYD Sil 06 var, al, gətir, qoy, Fərman müəllim bacını dalayıcan elə geçsin. Mən də olsaydım belə fikirləşirdim qaqaş. Bu nəsə deyəcəkdi, sən qoymadın ona. Ağzına gələni. Yox, bu nəsə mən zayatka verəcəkdi, sən imkan vermədin. Nəsə bunlar ildə bir dəfə nəsə zayatka verirdi bu. Nəsə mən gedirəm, vid ver.
Babudur. Bundan sonra BYD siz 06 qaqaşım. Getdim vid verməyə. Vid verir. So. Xüsusi sponsor BYD Motors Baku. Gəl faxa, Şirin bilmədi ki, bura gəlirsən. Yo, Hosiyə də tapşırdım ki, heç nə deməsin. Nə məsələdir? Başda da səni də narahat elədim. Mən Şirinə sürpriz eləmək istəyirəm. Nə məsləhət görürsən? Yemək, Şirin bir nimçə yeməyə görə bizi söhbətdə qoyub qaçan oğlan deyə. Özü də ən sevdiyi şey bilsən nədir? Nə? Sabun kalbasa və sosisləri. Ay da sabdan nə sürpriz eləyə bilərik ki? Sabun kebablıq saskaları var evdə. Hə, var. Götür gəl bura. Yaxşı. Hazırdır. Çağır Şirini gəlsin. Mənə bax, amma qaynat ver ha bunu. Yaxşı. Baxı çox sağ ol, süper alındı. Çox qəşəngdir. Xüsusi sponsor SAP halallıqla ət və süd məhsulları. Bizim bu iqrarın atası əvvəllər babat imkanı olub. Bakıya ilk dəfə nəyə gətirmişsən Aton? Bandananı, Oktay əmi, bandana var, başa taxırlar. Birinci onu atam gətirib Bakıya, Almaniyadan rock festivalından. Sonra İlqar Xəyal başladı taxmağa. Tanımıram, siz söhbəti hara gətirirsiniz? Değil mi? Məsələ odur ki, yəni əvvəl İqranın atası imkanlı idi. Bir 10 il bundan qabaq normal bir ev tikdirmişdi. Sonra uçuldu, söküldü, dağıldı. Deyirəm, o bəkəsən Oktay əmi, bir dənə Green Home kimi bir əl atasan bu evi bir. Hə? Bax, Green Home şirkəti olaraq eskiz layihəsini hazırlayırıq biz şəxsən. Təqdim edirik sənə. Sonda həmin eskiz layihəsi ilə evi birəbir sənə təhvil verəcəyik. Usta pulu bizdən, material pulu bizdən, bütün xərclər bizdən. Üstəlik də tikintiyə 50 il zəmanət verib belə ürəyin istəyən. Çox sağ olun Oktay əmi, var olun. Sağ ol Fərman müəllim, şəraitə görə. Allah sizdən razı olsun. Xüsusi sponsor Green Home Construction. Mən baxacam Şirin. Dedim mən baxacam. Dedim mən baxacam. Siriyozum, sən mən sözümü üstə söz qoyursan. Dedim mən baxacam. Mən baxacam, qutardı getdi. Reyhan, sən mənə bizim aləmdə biabır eləmək istəyirsən. Dedim mən baxacam. Uşaqlar nə olub? Nə dava eləyirsiniz? Səsiz bilirsiniz hara gəlir? Bayra. Nə olub? Nəyi bölüşdürə bilmirsiniz? Məşğala Şirindir də deyir, uşaq olandan sonra ona mən baxacam. Şirin, sən uşağa baxansan, sən get çöl işlərinə məşğul ol. Bu kişilər belədir də, elə bilirlər ki, uşağa baxmaq asandır. Bir də gedir ya. Silip bu uşaq bezi olandan sonra uşaqlara baxmaq 2 vur 2-dir. Silip bu uşaq bezləri uşaqlarda nə səpki verir, nə bişməcə verir, nə də allergiya. Taxırsan bu uşaqlara, rahat özlərsin fırlanırlar da. Nə oldu? Mən baxacam. Yaxşı, inanıram sənə, sən baxarsan. Xüsusi sponsor Sleepy uşaq bezləri. Fərman, mənim kəlimə deyə biraz başa düşdün. Mənim də zicli obrazım var. Sən bəxtin gətirdi ki, mən başqa şəhərdəyim. Yoxsa səni tutub tişləm eləyərəm, bildin? Dava. Dava. Divanın altından 20 qəpik tapanda sevinən Şirin. Və deyirsən, başqa şəhərdəyim, hala. Yalan danışsan mənə, başqasının adaptırından zaryadqa yığırsan. Buradakı saxlara, bizim aləmdə yalan danışmaq seriozdan kənar hərəkətdir, bildin ala? Sənə dedimsə, başqa şəhərdəyim və başqa şəhərdəyim, ala. Ora nə yazılıb, bax? Bizim ev Meybey şəhəri. Aysa, deməli bura başqa şəhərdir. Bizim ev Meybey şəhəridir. Buranı mənə tanıtdırmıyor. Bizim evin bütün möbellərini buradan almışıq biz. Bura Meybel ait nə istəyən var burada. Atam ilk dəfə dedi ki, mən səninlə razılaşıram. Bundan sonra bizim ev Meybey şəhəri bizim ortaq nöqtəmizdir. Aksiyo. Görüşürük. Səlamət. Xüsusi sponsor Bizim Ev Mebel şəhəri. Heç də seriozum. O dedim, mən dedim. O dedim, mən dedim. Karoçu, mən dedim, o dedi, mən dedim, o dedi. Sonra bir daha mən yumruq atdı, mən heç deyəmədim. Bəs sonra nə oldu, neynədin? Yumruq atı tutdum əlindən. Şirin qaqaş. Qaçdım tez 1-2 dönər alıb gəldim. Ye, nuş olsun. Deyirəm, bu 1-2 dönər dobro olur ha. Allah, əla deyə. Özə çox dadlı olur, çox dadlı olur. Nuş. Şirin, nə oldu? Davam elədi, söhbətin yarımçıq qaldı. Harada qalmışdın? Dedin, tutdum əlindən. Aysa, tutdum əlimdən, deməyi qız. Sənin fikrin başqa oğlanlara gedilməsin, mənə öz seriozum var. Sən başqa qızın əlindən tutmusan? Ayıb olsun sənə. Mən seriozum- gedirəm. Dedim, seriozum var da. Sağ ol. Reyhan. Şirin qaqaş, sən heç basıb bağlaya da bilmirsən, Özüm yeyərəm. Xüsusi sponsor 1-2 dönər. Balali atam. Biz bura nəyə gəlmişik? Nədir, məqsəd nədir? O bir də oturun aşağı. Olmadı ki. Yo, durun.
Durun. O da. məsələn. Fil dövrə dövrə. O da. Amma oturun durun mənim sözümdən, ziyan görməz. Ara yaxşı söhbət belə hə. Biz o saatı götürəndən sonra yəqin ki, adamlar üzümüzə baxmayacaqlar da. Narahatçılıq da olacaq, dalımıza düşəcəklər. Ora, bura. Bizə maşın sürən də lazımdır. Yaxşı maşın sürən lazımdır. O da şəhərdə 3 dənədir. Biri mənəm, biri Hamletdir, biri də Fərmandır. Mənim qolum sınır, Hamletin ürəyi sınır. Dünyadan. Ümid qalır bir dənə Fərmana. Fərman. Ala yox, ala mən Fərmanı ağız aça bilmərəm ala. Ala mən məktəbdə dəst oturanda, hərfləri sayanda A hərfini demirdim ki. Sonra kimsə deyər ki, Şirin müəlliməyə ağız açır. Ala yaxşı, ala yox mən dedim. Qaqam, nə heç kim ağız açmır. Sən olsa Fərmanla məsələn var da, sənə işi düşməmişdi. Ala sən o söhbətini həll elə. Ala o da sənin söhbətini qoysun yanına da. Heç kimə ehtiyac yoxdur qaqam. Oturdun maşına, Rüstümü buraxdın dibnətən aşağı. Bıraxdın, atdın birən, tərbətdin yerindən. 2, 3. Mən yavaşdan normal üsün, ha. Nə oldu? Ala bir gizli çalab ala. Diyan, neynirsən deyə fare getdi. Bu veri vurdun, Kirila da getdi. Ona görə deyirəm də, Şirin. Ona görə deyirəm ki, Fərman lazımdır. O zaman qaqam gəlir. Nətərsə, maşın görəndə qabaqda oturmaq üstündə dalaşanlar yığın. Balalanı. Ala balalı. Ala bu yenə yoxa çıxdı ki ala. Nəysə. Dalişi. Belə pis çıxmasın, balalı olmasa da olar. Telefonda mənə danışdı hər şeyi. Sən mənim söhbətimi həll eləyirsən, mən də səni. Sən mənə vid verirsən, mən də sənə. Belə baxanda görüşəcəkləri yer də bəllidir. Bir dənə prosta problem var ki, bu işləri həll eləmək üçün bizə normalni qız lazımdır. Normalni? Normalni. Ona görə də sənin taktikalarından istifadə edəcəyik, rahat. Atam, mən taktikalarım çoxdur, hansını deyirsən? Bir dəfə də yağışlı havada gecə kafedən çıxıb evə gedirdim. Bir də gördüm ki, yanımda belə bığı-bırma bir tır şoförü saxladı. Dedi, ağa şənk qız, gəl otur, səni evə aparım. Mən də forslana mindim tıra. Elə yolla gedirdik ki, birdən qabağımıza bir maşın çıxdı. Şoför əlini atdı FIFA siqnalına. Fikrimdən gecələr yata bilmirəm, bu fikri başımdan ata. Mindim, minməyimlə at tərpəndi. İndi tutmuşam atdan, nə çapıram. Külək də buradan saçlarıma vurur, dalğalandırır. Birdən eski dedim ki, Slavik, ay Slavik, saçlarım qurudu, motosikleti saxla. Mama qurban, bu Slavik zat deyir, bəlkə bunu götürüb evdən atasan bayra. Bunda qızılca zat deyir, başqa şeydir. Bir mövzudan danışda cəhənnəmə adam oturar qulaq asar. Bunda TikTok videolar kimi tez-tez dəyişir. Mama, sən nə danışırsan? Necə atım onu bayra? Gələcək qaynanam deyə. Deyirəm, bəlkə təcili yardıma zəng eləyək. Həkim aparım onu. Apar. Mən də gedim sleeping getirim, buraları yaxşı-yaxşı təmizləyim. Bütün mikrob elədi də, el aləmi də. Salam. Deyə bilərsin saat neçədir? 5-ə qalıb. 5-ə qalıb, çox sağ ol. Bu doğrudan bu maşınlar həm tokla, həm benzinlə işləyir. Hə, düzdür xanım. O düzdür ki, 100-200 litr benzin yeyir, düzdür? Düzdür. Bu laf turbuçkayından içir ki benzini. Yaxşı da adam yolda qalmaz. Siz bunları hardan bilirsiniz? Burada işləyirsiniz, qardaş. Ay xanım, nə qədər sual verirsən? Bunu bilmək üçün satıcı olmaq lazımdır. Bunu bütün şəhər bilir də. Yiyiz, getsən Allah. Gedirəm. Bir dənə özümə parfum vurum. Bunun bir dənə iyi var, dəyişətdir. Peki səni də vurum istəyirsən? Ehtiyac yoxdur ay xanım, çıx get. Qoy vurum da, əladır, hə, iyi əladır. Ay Allah gözüm. Ay xala, niyə edirsən? Qəşət gözüm görmür. Onlar buranı tapa biləcəklər ki? Ala mafiya şeydilər, nə iş tapırlar? Rahat. Rahat. İyi gəldilər. Uşaq burada, dediyimiz kimi sağ-salamat gətirmişik. Saat anı? Saat da buradadır.
Belə pis çıxmasın, uşağa verin saatı verək də. Ver. Sənə yox, uşağı anasına verəcəm. Anasına? Atam birincisi anasına yox, nənkasına. Bir də ki, o mənim uşağım olsaydı, çoxdan söhbəti xırdalıb bağlayardı. Anası? Ver. Can. Yatmışdın. Gəl tez ol. Düzdün. Hə? Ava tez ol bir ha. Deyirəm bax, bu uşaq çox bəxtəvər uşaqdır. Çünki onun belə narahat atası var. Həm də ona görə bəxtəvərdir ki, mən bunu çox sevdim. İstəyirəm mən sənə bir dənə jest edeyim. Bu uşağa kirvə axtarma. Onun kirvəsi mən olacağam. Xəstəsən sən. Uşaq qız deyə. Ver bu uşağı. Şirin, bəlkə qardaşı yola salaq? Bizim hələ işimiz var axı. Yaxşı, çox sağ olun. Çox əziyyət çəkdiniz. Mən getdim. Sağ ol qardaş. Sağ ol. Ala bu davayla. Dava gedək mən məsələmə eləmə. Nə? Ha, sən məsələbi çoxdan həll eləmişəm. Necə? De. Deyirəm mən keçim evəyə, baxma da 3 dənə kişinin yanında qız uşağın nə işi var? Get evə də, nə var dayanmısan burada? Şirin. Yorulmayasınız. Şirin. Bu söhbət zaryatka vermədi ha. Onun axırı pis olacaq, özə konkret.